Dostlar, yine sizlerle birlikte YouTube'a bakarız. Mən elə bir budilnik qurmuşdum. Saat 9-da xəstəxanada olmalıyam axı. Saat 8-ə 5 dəqiqə qalmış gözümü belə açdım yerimdəcə. Elə bir ki, belə də olmalıymış kimi durdum. Ayrı vaxt mənim turquza bilməzsiniz arası gedəndə. Həmişə gecikənəm. Nəysə, belə deyəcəm, yenə gecikəcəm. Büyük gün gəldi, çatdı. Bugün əməliyyat günüdür, xəstəxana günüdür. 3-4 saatdan sonra artıq ikimiz də ayrı-ayrı bədənlərdə olacağıq. Səninlə son saatlarımızdır. 9 ay sən məni incitdin, təpiklədin, nə bilim, döydün, indi sıra məndədir. Gedirik xəstəxanaya arkadaşlar, hər anımızı, hər saniyəmizi keçirdəcəyik. Şəhriyar bəy durun. Haydi, mən də getdim hazırlaşmağa. Qızlar, zarafat bir yana axırıncı pingvin görüntülərimdir. Artıq bir daha neçə il sonra belə olaram bilmirəm. Böyük ehtimal olmayacaq. Şimdi başlayırım dişlərimi fırçalamaktan ya Allah. Ki orada əməliyyat olanda poz verəndə falan rahat gülə bilim. Durun. Kardeşimle görüşme vaktidir, dur. Gedirik kardeşinizi götürmeye, durun. Aşkım yuxudan duranda nə eynər, nə olur ki? Durun. Şabon xeyr, Şəhriyar əmi, nəşəşin, iyi misin? Arkadaşlar, penjamalarım da quruyub, onları da götürüm. Əl-üzümü yudum. Vallahi hamıya özümkülər şey eləyirdi arkadaşlar. Mən də makyaj eləyib gedəcəm, kusura bakmayın. O əməliyyatxanada qəşəng görünməliyəm video şəkillərində. Sonra Zeyt böləndə deməsin, annem nə çirkiniymiş ya, deməsin belə. Nəysə, qurumuş penjamalarımı götürürəm kombi üstündən, bunları yaparım, qoymuşum kama. Bu hazır, ay Allah, qurban sən 3 gündür bu sumkanın ağzını bağlaya bilmirəm. Vallahi. Gəl, bura baxın. Şemoşi atası şot verir. Gəlişin gözəlliyinə bax, Şemoşi. Femoşi. Gözəl olmuyor. Danoşi, Donoşi, Çavroşi, Şotoşi, Cozoşi. O 15 Mart'ı ben. Hadi yok, bir de Çaboşa, Tumoşe, Gözəl kartıda Çuboşi. Bu da geçiyor, neydi çıkar? Yok, hamı çıkarım benim de. Hamı çıkarım. Bir çatı koyun, ben canım. Lütfedeyim bana canım. Gel, Tumoşi. Ben makyajımı eləyim aşkım, saçımı düzləşdireyim, əynimi geyinim, çıxayım. Məryəmlə Əsladın bir də baxışına baxın da qurbanlar şokdadılar, hələ oyana bilmirlər arkadaşlar. Məryəm vuruyor. Haydi, makyaj çantamı hara qoymuşam aşkım? Sumkaya koymadım ki, çıxanda axırıncı dəfə makyaj eləyim. Sonra makyaj silən gərək aparım, orada özümdən Bu da saç benim biliyorsunsa, açım ameliyat eləyəcəksən çevirdim, neydi, orada neydi, vaziyet ne zaten, elə bir de tamam. Soruş. Makyaj sumka. Gözlüm, makyaj sumkamı görən var. Makyaj sumkası ne bu? Nadir yüz facialar makyajlar var. Kaşlarımı düzeldirdin. Oy. Gözlük tapım. Deseydi sumkası yalan olub, bağlanmır sumkam. Sığışdıra bilmirəm əşyalarımı. Əsladla ağladıq arkadaşlar, duyğusallaşdıq. Mən Allahın dostun oraya gedə-gedə fikirləşəm, oradan sizə nə sürpriz eləyim. Mən burada olmuyorum. Allahın dostun. Uzun oldu ben. Onu bir sonra zəncəsi sürpriz Sürprizi də. Yox da mən burada olmayanda sizin başınıza qatmalıyım. Kimin balatlı sürpriz geldi? Şakobumu bağlaya bilməyəm. Köməklə. Arkadaşlar bu arada necə oldum? Ay Allah, hiç elə bir saçımı düzləşdirməmişəm. Heç əlaqası yox. Saçımı biraz düzləşdirdim.
Qulağımın dibinə elədim, təzədən qayıtdı, amma düzəlib, yox düzəlib. Çox abartmadan hafif biraz makyaj elədim. Məncə yaxşıyam. Bundan çox abartmayım, lağ eləyərlər mənə. Bağladım mı? Makyaj silənimə kimi götürmüşəm. Rabia xeyr olayı. Bizim 4 illik, 3 illik hörmətimizi gəlib bir günə bir nəfər alıb əlimizdən. Paltarını ütülüysən, sumkasını daşıysan. Qudurasan xan kişi, qudurasan. Gəlin. Şimdi balon balığına. Nə balığına? Balon balığına. Balon balığına mı? Getdik. Ya. Evet arkadaşlar lifte gidiyoruz. 1-2 gün bu lifte görmeyəsiniz. 1-2 gün yox, oradan sonra da Astaraya qaydırıq çıxan kimi. Çıxan kimi Astaraya kayıtıyoruz. Gəlin. Ya Allah. Aşkım, səhərə qədər yuxu görmüşəm, amma bilmirəm nə yuxu görmüşəm. Onu bilirəm, çox həyecanlanmağa başladım yenə. Gecə bir ara... Sən pis eləyik. Gəlsən pləkandan düşər. 18 mərtəbə heç xəstəxanaya getməkdir çox da. Zeyt gəlir, biz də qalxırıq yuxarı. Yox, 17. Ayda, gecə çox qorxurdum hə. Ağladım biraz. Bir də mənim mən belədim. Ağladım. Sonra çox güclü bir ürəklənmə gəldi mənə. İndi yenə o həyəcan gəldi. Hansı həyəcan? Qorxu. Aşkım həyəcanlanma. Bax, Ömür boyu iğnə belə vurduranda şivən salan adam özü orada qışqırıb bağıra bilməyəcəm, biabır olmayım deyə. Yox, analıq hissi nədir? Bax, odur da, ömür boyu ağlanmayan ana. Ana. Ömür boyu. Uşaq doğulanda Buradır, hə, çıxın. Uşaq doğulanda ağlayan ana. Çıxdıq yola arkadaşlar. Gidiyoruz. Hava yağışlıdır, buna baxın. Arkadaşlar bir şey deyim, nəyin fərqinə vardı? Mənim mamam düzdür, əməliyyatla məni dünyaya gətirməyib, amma o da 14'ü girib 16'sı çıxıb xəstəxanadan və həmişə deyinir buna görə. Həmişə deyir ki, mən çox gec doğulmuşam, özdə güclü oksigensiz doğulmuşam, gömgöymüşəm çıxanda. Yəni normalda insanlar bir günə doğulub çıxır, mən 2 gün yarım orada mamama zülüm çəkdirmişəm. Maması qarnında strok yaşayıb. Hə. 14'ü mamam girib 16'sı çıxıb, mən də 14'ü girirəm, 16'sı çıxacam. Ay, aşkım. Zeyd almadığı adrenalin dozasını deyəsən indi alacaq. Allah'ım da sun bir dənə pəncərə açım nəfəs alım. Vallahi. Heyecanlanan Kur'an olsun. O da heyecanlanan kim kamera açırım ki danışım başım. Gel sen sokuyum ürəyin atısı. Hava kara bulutlu yine yağmıyor. Çok ürək açıcı başladım. Hava kara bulutlu yine yağmıyor. Şöyle yıl. Yazın necəydi mahnı? Hava kara bulutlu yine yağmur yağıyor. Sanki yıraqsı gibi gözlerime bakıyor. Of of of. İçime akan dertler altında seni geçsin. İçime akan dertler altında seni geçsin. İçimdeki bu hali yok. Alsın burada bitsin. İçimde bir hayli yok. Alsın burada bitsin. Oh, oh. Aşkım. Ne oldu? Kaldı piyada gözümün ortasında. Neyse. Çata xəstəxanaya açacağım arkadaşlar kameranı. Az kalmıştı. Sen bacalasaydın. Yuxum gəlir. Susuzam, acam və çox heyecanlıyam. Aşkım mən səndirəm. Uşaqla rəng oldu. Sarı yəqin Yox. ki. Gəl məz eləyən uşaq. Gəl şot atay. Uşaq necə əsmər ola bilər? Mən uçam. Gəl mərz atay. Uşaq nə rəngdə olacaq? Uşağın gözü nə rəngdə olacaq? Gəlin. Hə. Və kim oxşayacaq? Məncə birinci. 3 sənə. Hamı öz ideyasını düşün. Hə, birinci. Məncə qara olacaq elə uşağın gözü. Uşağın gözü Rəngli qara olmayacaq. olacaq. Gözü qara, saçı. Saçı da qara olardı, gözü qara olar. Sonra əsil səncə? Yaşıl göz, saçı. Amma sarışın ola bilər, saçı sarı. Saçı qara. Məryəm sən? Her şey var. Hem kara hem Yəni odan 100 manat götürür. Sən dinən. Yaxşı Gözləri qara, fikirləş. saçı sarı kimi.